Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayıb, qiymətlərlə maraqlanıb sizləri tanış eləyəcəyik. Qardaş, Allah xeyir versin. Çox sağ olun. 010 maşın, eləmi? Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2000-dir. Yəni sənədləri qaydasındadır. Karovkası, motoru səliqəli, sakit işləyir. Yəni heç bir problemi yoxdur. Nə vaxtdan sizindir maşın? Maşın qısa müddətli bizdədir. Yəni, bəzi ehtiyaclara görə satırıq. Dedim, bəlkə alverinə başlamısınız. Bəli. Alverinə deyirəm, bəlkə başlamısınız. Xeyr. Özünüz üçün aldığınız maşındır. Bəli, özümüz üçün aldığımız maşındır, satırıq. Sənədi etibarnamədir, yoxsa format olunub? Yox, etibarnamədir, 1 illikdir. Yəni vaxtına 11 ay var. Sənədlər qaydasındadır mı? Sığortası da yeni eləmişik. Tex motordur. Yəni hər şey öz qaydasındadır. Sənədlər qaydasında. Bəli, motor da. Alandan sonra xərciniz oldu maşınıza? Nəsə xərclər qoymuşuq. Onsuz da yəni yeni maşın alanda hamı istər-istəməz xərc qoyur. Biz də xərclər qoymuşuq. Yəni ili 2000-dir. Yəni istər-istəməz xərc qoyulur. Motorda vəziyyət necədir? Motor sakit, çox qəşəng işləyir. Yağ azaltmadır, səsdir. Xeyr, heç bir problemi yoxdur. Nə vaxt yığıldığının xəbəriniz yoxdur ki? Motorundan? Bəli. Motoru yeni yığılıbdır. Yəni bizdən biraz öncə yığılıb. Yağı zadı yeni dəyişilib. Biz alanda yenə də yağını dəyişmişik. Yəni alanlar yenə də dəyişəcək, hə? Yox, xeyr. Alsın, dəyişməsin. Karovkasında vəziyyət necə? Dəyişmişik. Karovkası da super. Heç bir problemi yoxdur. Atması, gecikmə heç nə. Peredokda yüngülvari o xırda o qranatda bir dənə səs var. Başqa heç bir problem yox. Birində yoxsa? Sol tərəfdə, bəli. Maşınınızın təkərləri zəifləyibdir amma, eləmi? Təkərlər normal. Təkərləri zəifləyibdir. Normal Altında deyil. vəziyyət necədir? Polunda çürüyüb, pası. Belə deyim də, köhnə maşındır. İndi ola bilər ki, xırda olsun, amma belə yəni böyük bir problemi yoxdur. Dəyişənləri bəs hansılar? Dəyişən yəqin ki olar. Onu biz bilmirik. Yəni ilinə görə yəqin ki olar. Kraskada yəqin ki əvvəllər bir neçə dəfə vurulub. Bəli, kraska vurulub. Cüzi kosmetik işləri elə bilən var, hə? Çox xırda da, yəni istəsən gözəlləşdirmək istəyən üçündür. Elətdirməyə də bilərsən, yəni. Aynalarda vəziyyət yaxşıdır, qırıq-çat yoxdur ki. Xeyr, aynalarda hər şey öz qaydasındadır. Şitin üstündə zədə yoxdur ki. Yox, cüzidir. Cüzidir, elə böyük bir şey yoxdur. Oturacaqlar normaldır. Normaldır. Aynaların 4-ündə də düymə görürəm. Düymə ilə mi qalxırlar? İşləyirlər? Yox. Bütün oyda həmləndə, bəli. Qoşmaq lazım. Zavodskoy düymə ilə olur, yəqin nəsə problem olub. Yox, qoşdursan yəni işləyəcək pis vəziyyətdə. Maşınımızın qiyməti? Maşınımızın qiyməti 4500 deyirik. Yəni real alıcı ilə razılaşarıq. Son fikir 4-dür? Son fikir 4-dür ki, belə. Yəni hansı rayondasınız? Biz Tərtər rayonundan gəlmişik, Bərdə bazarındayıq. Maşın Tərtərdədir, yəni istəyən Tərtərdə baxa bilər. İstəyən Tərtər rayonuna, hə. Əlaqə nömrənizi deyin də bizə. 050 831 61 31, hə. 050 831 61 31. Uğurlar qardaş. Uğurlar arzu. Çox sağ olun, Allah razı olsun. Qardaş, Allah bazar versin. Sağ olun. 015 maşını satırsınız. Buyurun, məlumat verin bilək, necə maşındır maşınımız? İli 2012-dir. Valla 3 ildir məndə də prosto başım çıxmır, deyilə bilən kırılız hər şey, pis yox. Belə də kosmetik problem var, arı heç problemi yox. Qiymətdə 7-2-yə deyirəm, razılaşmaq olar. Sənədi nədir? Aformutdur, hər şey də qaydasında. Öz adınız adı başa maşınınız. 3 il içərisində xərcləriniz nə oldu? Valla bir dənə təkər almışam, pis yox. Təkərlər də zəifliyib indi, eləmi? Biraz zəif də. Motor necədir? Biz problemi Priori ilə götürüşəm, yəni bir sökəmədə. Yağ azaltmadır, səsdir. Heç qramda, heç nə yox. Normaldır deyirsiniz. Karovkası necədir? Super. Atma, səs. Yox, ancaq kosmetik problemi var, pis yox. Maşınımızın peredokunda səs-küy yoxdur ki? Heç nə. Qranatlar? Yox, hamısı normaldır. Ekran necədir? Valla bilmirəm, baxın da, başım çıxmır, təşin yalancı olaram. İş olub olmayıb bilmədin? Yox, məndə heç nə olmayıb 3 il ərzində. Sizdən əvvəl də bilmirsiniz? Yalancı olaram, nə deyim. Təkərlərdə bayaq dedik, altı necədir? Normaldır hamısı. Çürük pas var? var? Yox. Maşınımızın dəyişiləni deyirsiniz, bir dənə Valla deyilənə görə bir dənə kırılır. sürücü tərəf. Aha. O birisi tərəfdə də zədə gördüm, sərnişin tərəfdə. Valla yalancı olaram. Yox, nəsə çürüyən hissəsi var. Aha, orada kosmetik şey var da. Aha, kosmetik şey var. Maşınımız belə normal maşındır. Aynaların, ön Pastez aynası dəyişilməlidir, ha. dəyişilsə daha yaxşı olar.
Yan aynalar düymə ilə qalxır. Qabaqlar aha. Qabaqlar. Şit necədir? Qırıq-çat Yox, yoxdur. yox, normal vəziyyətdə. Şiti yaxşı, oturacaqlarda biraz Adcı çuxurlar. süzülmələr var, amma pis deyil. Aha. Normaldır da. Mhm. Qiyməti də əsas bizə. 7200-ə deyirəm, razılaşaram. Partiyada ola bilər. Xezbek Kia olan Opel Astra. Hə, xaric maşınlardan Aha. istəyirsiniz. 6-8 versələr vermək olar. Nə fikirləşək də, baxır adama, baxır alıcıya, baxır nə bilim. Aha, dost tanış olar deyirsiniz də birdən. Aha. Hansı rayondasınız? Ağcabədi. Telefon nömrənizi deyə bilərsiniz? 051 792 0700. Allah pazar versin. Sağ olun. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ ol, var ol. Maşınımız Hyundai i30. 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 Buyurun, məlumat verin, bilək necə maşındır. 1.6 dizel, 2008, fonlu fulu, multiro, sidene qızdırıcısı, padion şüşə qaldırıq yendirəni, bütün rasxodları ödənib, yüngül elə bir kosmetik işlər var buferində. Arxa qabaqda belə. Nə vaxtdan sizindir bu maşın? Hacan, Nə qədər vaxt maşın 3 sizdə? ildir qadına. Etibarnamədir, afformutdurmu? Hə, o affortmutlu. Öz adınız olan Hə, maşındır. hə, yəni Lap elə bir gözəl. də yaxınımızın adlandı, yəni öz adımız adda bildin nətər. Başa düşdüm, yəni alıq-satqıda problem olmasın. Yox, yox. Sənədlər qaydasında. Hər bir şey qaydasındadır. Lap yaxşı. Alandan sonra xərc çəkmisiniz maşınımıza da. Çəkmişəm, Bəli. bütün rasxodları ödəmişəm. Turbosunu dəyişmişəm, sepini dəyişmişəm, period saçqasını dəyişmişəm. Sığortası olduğu 20 gündür. Texmotor sığortası 20 gündə olur. Yəni birinci gündə heç bir şey tələb eləmir. Belə də sürü. Yəni remont elib elə bil kosmetik işini gördürmək istəsə bu verişlərdə o da yəni qiymətdən şey olar. Razılaşasınız. Hə, tərazlaşar. Yəni şu patresində bir çıxılı satvar patres dəyişir, onu da yəni yönləşərik. Ayrı işin rasxodu yoxdur. Mühərrikdə deyirsiniz 1.6 dizel mühərrik. 1.6, hə, 1.6 turbodur dizeldir, hətta. turbo, hə, turbodur. Yəni 30 sür maşındır. 390 min Hə, maşınımız orijinal sürülübdür. proyektdir, bəli. Mühərrik yığılıb, yığılmayıb bilmirsiniz. Nə? Mühərrik açılıb. Yox, 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 yox. Zavoddan necə gəlib o Zavoddan vəziyyətdə? necə gəlib elədir. Səsi, yağ azaltması. Heç nə, heç nə. Kapıda yağı da təzə dəyişəcək. Hə, Yəni mühərrik ya yaxşı. 5000 sürə biləcək yağı ilə belə. Ötürücülər qutusu da mexanikadır. Mexanikadır, bəli. Beş Necədir? karakter. Orada vəziyyət necədir? Atma yoxdur ki. Yox, heç nə. Heç nə atmır. 30 sürdə heç bir problem yox. Ön çəkir. Ön çəkir, bəli. Periodokda vəziyyət necədir? Qəşəng. Hamısını Qranatların gəzdirir. səsi, küyü yox. Heç bir şey, heç bir yox. Oturub baxacaq da, sonra heç bir şey problem yox. Hə, təbii ki. 30 sürdü, bir dənə o qalır ki, yəni xərci bunu o tələb edir ki, bu ferlərdir. Öz maşınımıza Təkərlərdəki alır. normaldır. Təkərdəki, yəni bir 4 ayın təkərdə orta təkərdir də. Orta təkərdir. Altına baxmadınız, zədə yoxdur altında. Yox, yox, altı da üstü kimi çiçək kimi. Altına bir dənə pasır sürüyü, heç nə ola bilməz. Bax, bunun buralarında olur da, baxanda qapıda da bilirsən, bax, buralarını görsən. Kantlarında Hə, qapı. katlarında, hə, bax, bir nöqtə yox. Yəni, ən full versiyasıdır, dəri salondur. Altıdakı çiçək kimidir. Dəyişən deyirsiniz yoxdur. Heç nə, bir dənə o kril dəyibdir, darvazası dəyib. O elə bil ki, kraskalanır da, yəni udarı yoxdur. Yəni, haradasa görsədə bilər. Ön alın şüşəsi dəyişilsə daha yaxşı Hə, o olar. dəyişiləcəkdir inşallah. Dördü də düymə ilə qalxır deyirsiniz. Aha, şüşə qalıb yenilməli padiomikləndi. Ondan sonra sideni qızdırıcısı var. Kondisioneri işləkdir, buz kimi vurur, peç işləkdir. Yəni nəyə varsa maşın hər şey işləyir. Oturacaqlarda deyirsiniz dəri salon. Darı salon, qızdırıcı salondur. Yəni istidirilir də. Kimsə əlavə məlumat almaq istəsə, yəqin sizlə əlaqə saxlaya Bəli, bilər. bəli, bəli, hə, nömrəm. Maşınımız çünki funksional maşındır. Hamısını saysaq vaxtımız çox gedər. Qiymətini deyin siz bizə. Son 14 yarımdır. 14.500-ə deyirsiniz. Hə, hə. Deyirsinizmi sonundur mu? Hə, sonudur. Çünki o işlərdə, o dediyim işləri onun içindən çıxaram da. 14 Amma- təklifi gəlsə nə deyək? Yox, 14 yox. Vermək istəmirsiniz Yox, 14. 14 yox. Hansı rayondasınız? Bərdə. Əlaqə Maşın nömrəniz? başladı. Hə, 050 Bəli. 552 90 96. Allah bazar versin Hə, qardaş. çox sağ olun. Onun 077-si də var həmən nömrənin. Hə, çox gözəl. Sağ ol. Uğurlar arzu edirəm. Çox sağ ol, var Sağ ol. olun, sağ olun. Qardaş, xeyirli olsun. Çox sağ olun. Maşınımız Priora. Nə gedir bu modeli? Universal. Bəli, Necə inşallah. maşındır? Buyurun, məlumat verin. Öz maşınımızdır, zavodskoy maşındır. Mən bildiyim qədər sağ tərəfdən arxada, qapının aşağı hissəsində kusok əl boyda kraskası var, qalan bir şey boyasızdır, kraskasızdır. İli neçə idi maşınımızın? 2015. Sizdə nə vaxtdandır? 2023-cü ildən.
Aformut olunub Bəli, etibarnamədir. özümüzədir. Yox, Öz adını özümüzdə. olan maşındır, lap gözəl. Alandan sonra xərcləriniz nə oldu? Nəsə Çaşka düzəltdirdiniz mi? Ferodosunu dəyişmişik. 4 dənə təzə komplekt təkər alıb qoymuşam altına. Remeni dəyişmişəm. Bunların remenləri tez-tez dəyişilir. 50 mindən bir. Remeni dəyişmişəm. Akkumulyator almışam. Bir də poluna çuxol çəkdirmişəm. Kavral çəkdirmişəm. İçəridən də. Bəli, bəli. Keç olur da bunlara kavral çəkilmiş. Maşınımızda 160 min göstərir. 160 min prospekti var, bəli. Mühərriki bilmədiniz, açılıb, yığılıb, yoxsa Yox, açılmır, əl vurulmur. əl vurulmuyubdur. Yağ azaltmadır, səsdir. Bunlarda yağ azaltma biz balaca olur. Yəni mən sürdüyüm 2-3 dənə prioram olub, azaltma olub bunlarda. Azalması. Yağ azaltma olub Bəli, ki, bəli, oralarda. bəli. Əlavə olunurmu, yoxsa heç ehtiyac Yox, qalmırmı? ehtiyac yəqin ki olunmur. Yox, mən hələ ki əlavə eləməmişəm, amma vaxtında 3000-dən bir dəyişən görürsən ki, yağı da azaltma olur. Korobkası mexanikadır. Korobkası Nissan'da robot korobkadır. Avtomat gedir. Avtomat gedir. Robot. Aha. Necədir korobkanın vəziyyəti? Çox səliqəlidir. Yəni səsi, nə bilim, Heç bunlarda bir, heç geçmə bir. vurma olur, nə olur? Çaşkasın Ferodosunu dəyişən deyil, ona da baxdım. Dedilər ki, heç bir narahatçılığı yoxdur. Peredokda vəziyyət necədir? Səliqəlidir. Qranatların səsi yoxdur. Zavadskoy nə qoyursa üstündədir, heç nə dəyişilməyib. Yəni səs-küy Heç yoxdur. bir Maşınımızın səs-küy yox. altında Bəli, yaxşıdır vəziyyət. Təkərlər də yaxşı. Təkərlərini də təzə almışıq, elə sürülmüşdü. Polda çürük pas yoxdur altında. Yox, heç nə. S-kraskadır. Aha. Dəyişilən deyirsiz yoxdur. Heç bu Kraskası ferlərində də rəh yoxdur. Aha. Hazırda kosmetik şey yoxdur. Xeyr. Göz Aynalar təmizdirmi? Bəli. Qırıq çat yoxdur heç birində. Düymə ilə qalxır yan aynalar. Bəli, 4 dənə şüşənin qaldırıcısı, yerin yendirən, içəridən uşaq açmamaq üçün, bağlamamaq üçün Kilidin özünü nəzarət eləmək, yağış sensoru var, işıq sensoru var, avtopilotu var, sideniya qızdırıcısı var, kondisionerdir, gidravlik roldur. konser necə işləyir? Çox super vəziyyətdə. Qabaq patpresin ispravlısı var. Hollu fulldur da bunlar. Aha. Əlavə də kim sual olsa yəqin sizi narahat eləyə bilər. Yəqin ki, inşallah. Qiyməti neçədir? Qiymətində 12 min. 12 minə Bəli. deyirsinizmi yoxsa sondur? Razılaşarıq. Razılaşasınız. Bir 500-600 endirim eləmək olar. Razılaşarıq. Hansı rayondasınız? Ağdamda. Əlaqə nömrənizi deyə bilərsiniz? 051 416 7203. Allah bazar versin. Çox qardaş. sağ olun. Allah sizdən razı Siz olsun. də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ olun. 06 maşın satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? Əla başındır, otur sür vəziyyətdədir, heç bir xərc tələb etmir. İl neçədir? 2000 dili, yağ yeməyi, heç bir şey. Karovka 5-dir, atma yoxdur. Sizdə Bir. nə vaxtdandır? 1 ildir. Aformut etibarnamə. Etibarnamə iləndir. Vaxtı qutarmır ki hələ. Yox, atamın adınadır, öz adımızadır. Tex pasport atanızın adınadır, yoxsa Bəli. etibarnamə atanızın Yox, adınadır? tex pasport atamın adınadır. Hə, lap yaxşı. Sənədlər qaydasındadır mı? Hamısı. Lap yaxşı. Alandan sonra maşınımıza xərciniz nə oldu? Nə Heç nə. düzəltdirdiniz? Bir dənə yağ dəyişmiş. Necə almısınız o vəziyyətdədir? Lap yaxşı. Yaxşı. Motor 06, Bəli, Karovka 5. Bir də təkərlərini dəyişmişəm, təzə təkər. motor dənə. bilmirsiniz, açılıb yığılıb. Yox, heç nə. Yağ azaltması necə? Yox, heç nə. Səsi də yaxşı. Hər şey. Su. Korobka da deyirsiniz 5-dir, Bəli, yaxşıdır. atma yoxdur. Diferdə Diferdə ulama səs yoxdur. yoxdur. Polda çürük necə? Heç nə, çürük sistemi yoxdur. Ümumiyyətcə olmayıb, yoxsa Yox. olanlar çıxıb? Yox. Danqrat yerləri varmı? Bəli, Salamatdırmı? Hamısı. Peredokun səs-küyü necə? Heç bir şey. Təkərlərdə deyirsiniz təzələmisiniz. Təzə, çəkə Qəşəngdə bilər. təkərlər. Dəyişiləni yoxdur. Dəyişilən qabaq qırılıb. Bir dənə mi, iki dənə mi? İkisi də. Hər ikisi dəyişilib. Bəli. Çürüyü mü oldu, yoxsa Hə, vurulub çürüyü var? olub dəyişilib. Sizdən əvvəl olanlardır. Kraskadakı yəqin vurulub bir dəfə, hə? Hə. İndi də hazırda elə bilirəm. Kosmetik işlər var. Kosmetik bir dənə ban hissəsidir, vəsə. Onda kraskası var, verəcəm. Aynalar necə? Salamatdırmı? Qırıq çat yoxdur ki? Yox. Əllə mi qalxır yan aynalar, yoxsa düymədir? Yox, əllə. Şitin üstündə bir neçə yerində çatları var. O elə Oturacaqlar. normal bir şeydir. Oturacaqlar yaxşıdır elə bilirəm, hə? Super vəziyyətdə. Cırıq çöküntü yoxdur. Səs sistemi necə? Bahalıdırmı yoxsa? Elə yox. Elə də yox. Maşınımızın qiyməti 4800-ə deyirəm. 4-8-ə deyirsiniz. Bəli. 4-4 təklifi gəlsə nə deyək? Yox. 4-5. 4500-ə də vermək istəyirsiniz. Bəli. Hansı rayondasınız? Ucar. Əlaqə nömrənizi deyə bilərsiniz? Bəli. 51 447 25 15. Allah bazar versin. Çox sağ olun. Siz də sağ olun qardaş. Sağ olun. Rezini qaldırmaq olar.
4. Usul tel yoxdur ki. Usul tel yoxdur. Yox. Allah xeyir versin. Sağ ol, var ol. 011. Sağ ol, olun bir. Buyurun, məlumat verin. Bilək necə maşındır İli maşındır? 85, qiymət 3300, 85-in maşını. 85'in maşınıdır. Karovkası, diferi, motoru hamısı qaydasında. Nə vaxtdan sizindir bu maşın? Bir 10 ay olar. Hə, 10 ay olar bizdə. Etibarnamə ilə işlədirsiniz? Bəli, bəli, haberin üstü. Yəni qardaşa, dosta qismət olası maşındır. Sənədlər necədir? Sənədlər hamısı qaydasında. Teks motoru, sığorta, nə lazımdır hamısı yerində, yerində. 10 ay içərisində xərciniz oldu mu maşınınıza? Yox, heç bir xərcim olmadı. Necə almısınız o vəziyyətdədir? Bəli, necə almışam. Lap yaxşı. Motor nədir? Motorun 11, öz motorudur. Necədir motorun vəziyyəti? Motoru təzə yıldırmışam. Siz elədiniz onu. Bəli, təzə yıldırmışam. Artıq yağ azaltma səsi Heç yoxdur nə ki. yoxdur. Korobkada vəziyyət necə? Hamısı normal. 4-dürmü korobkası? Bəli, 4. Atma səs, Yox, heç bir şey yox. diferin səsi, Super, hamısı qaydasında. polunda çürük. Heç bir şey. Yəqin ki olanlar çıxıb, eləmi? Olanlar bəli, çıxar. 85-dən indiyə. Danqrat yerləri varmı? Bəli, var. Perodokda səs-küy necə? Heç nə, periodok təzə yıldırmışam. Təkərlər də yaxşıdır. Bəli. Təkərlər də yaxşı. Maşınımızın nəyi qalıb 85-dən indiyə? Belə gördüyünüz Detallardan, qapı, krel, kapot. Yox, heç nə. Yəni alandan dəyişdirməmişəm da, nədirsə belədir. Sizdən əvvəl də keş maraqlı deyildi də sizə. Ha. Yəqin ki dəyişilmiş olar da. Bilmirəm, vəziyyət. Maşınımızın müəyyən yerlərində də kraskalarında nəsə Hə, özüm onu qoymuşam ki, yəni çox artmasın deyə də, hə? alan adam istəsə onu özü Kraskalada bilərlər. Aynaları elə bilən təmizdir, qırıq-çat yoxdur. Yox, yox, hamısı salamat. Şiti təmizdir, bir yerində ləkəsi var, nəsə yapışdırmışmışlar. Hə, olar. Oturacaqlar da yaxşıdır. Bəli, yaxşı. Çox cüzi bir zədəsi var. Maşınımız yaxşı maşındır. Sağ ol. Qiymətin 3500-ə deyirsiniz. 3500-ə deyirəm, bəli. Real alıcı ilə razılaşmaq olar. Son fikir 3-dürmü? Olar. Hansı rayondasınız? Bərdə rayon. Telefon nömrəniz? 051 307 15 97. Allah bazar versin qardaş. Var ol, çox sağ ol. Siz də sağ olun. Altın rezini qaldıra bilərsən. Ört, rezini ört. Qardaş Allah bazar versin. Sağ olun. Mitsubishi Pajero yox. Pajero Io. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşınımız 2000-ci ildir. 1.8 motordur. Avtomat korobkadır. Razdatkadır, kondisionerdir, peşdir. Bunlar hamısı əla vəziyyətdədir, yaxşı işləkdir. Sizdə nə vaxtdandır? Məndə hardasa 4 il olar bizdədir. 4 il. Bəli, 4 il olar məndə. Aform olunub da yəqin Bəli, ki. öz adımızdadır. Çox gözəl. Xərc çəkdinizmi maşınımıza? Maşına xərc ancaq yağı, təkəri, belə də yüngül. Təbii ehtiyaclar, Hə, onlar bəli, olmalıdır. Bəli, bəli. Mühərrikini deyirsiniz 1.8-dir. 1.8. Sadədirmi, turbodumu? Sadə, sadə. Benzin mühərrikdir. Benzin mühərrikdir, bəli. Hə, yığdırmadınız, açdırmadınız. Xeyr. Yağ azaltması, səsi Yox, yox qardaş, saat kimi işləyir. yaxşı işləyir mühərriki. Korobkası avtomatdır. Bəli, avtomatdır, razdatka da işlək vəziyyətdədir. 4-ündə istədiyin vaxt qoşa Bəli, bilirsən. bəli. Gecikməsi, vurması yoxdur Xeyr, korobkanın. qətiyyən, qətiyyən. Diferlərdə vəziyyət necədir? Əla. Səsi, Səs yoxdur. hidrojenlisi, heç bir şey yoxdur. Yüksək sürətə qaldırmaq olur da. Əlbəttə. Altı necə? Altı çürüyü, pası qətiyyən yoxdur. Deyirəm dağa daşa sürərsiniz, dağdarsınız altını. Xeyr, xeyr, xeyr. Hamısı Altı əla yaxşı. vəziyyət. Perodokda səs-küy yoxdur. Perodokda da yoxdur, təzə yığdırtmışıq. Təkərlər necədir? Təkərlər təzədir. Yəni Təkərlər də təkərlər çox yaxşıdır. təzədir. Dəyişiləni yoxdur maşınınızın. Dəyişilən krel, detal- kapot. Xeyr, xeyr, dəyişilən detal yoxdur. Yəni mən alandan sonra əvvəlində də baxılıb alınıb belə şey yoxdur. Yəni göz qabağında 2000-ci ilin maşınıdır da. Yəqin ki, kraskalanmış Və olar da. əlbəttə kraskalanıb. Kosmetik işi yoxdur. Kosmetik işi yox. Xırda bir dənə bu qabaq bu ferində var. Hə, bu Yüngüldür. Hə. Ondakı yolla Aynaları var. təmizdir, qırığı çatı yoxdur elə Xeyr. bilirəm. Qabaq arxa görüntü kamerası, Android monitordur. Aha. Hamısı da var.
Şit də təmiz. Bəli, Oturacaqlar parçadır. Parça çəkdirmişik ki, zədə dəyməsin öz orijinal parçasına. İstəyən qardaşlar da var. Maşınımız normal maşındır. Kondisioneri demədik, eləmi? Kondisioner işləkdir, bəli. Yaxşı soyudur. Bəli, buz kimi. Düzdür, qışdır, artıq ehtiyac Hə, yoxdur. yox, özüm yayda istifadə eləmişəm, buz kimi. Qazına qədər də vurdurmuşuq. Əlavə məlumat almaq istəyəndə yəqin sizdən əlaqə saxlaya bilər. Bəli. 2000-ci ildən. Qiyməti? 7000 deyirik. Sağ olun. İstəyənlər çoxdur. Maraqlanırlar, bəli. Gəldi gedirlər, indi inşallah qismətlə Qiymətə görədirmi görürsüz? Nədir? Bəlkə biraz endirim eləyək. Real olsa endirim eləyərik. Təxmin nə qədər? Eləyərik. 7000-ə deyirsiniz? 7000-ə deyirik, bir 6-8-ə, 6-7-yə verərik inşallah. Real olsa həll eləyərik. Hansı rayondasınız? Mən özüm Ağsırayam, amma maşın Bakı maşınıdır. Bakıda baxa sürüləm, bilərlər. bəli, özüm Bakıda olan, burada yaxındaydıq deyə bu bazara gəldik. Çox gözəl. Əlaqə nömrənizi də deyin də. Əlaqə nömrəm 050 512 1451. 055 612 1451. Allah bazar versin. Çox sağ olun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ olun, var olun. Qaradehilən maşınınız 07-dir. Bəli. Buyurun məlumat verin bilək necə maşınınız? 07-miz il yarım dözümüzdədir. Hal-hazırda Tərtər rayonundadır. Yəni heç bir problem yoxdur. İl nə idi? İl 2010-dur. İl yarım da sizdədir. Aformut öz etibarla adımızdadır. Birbaşa aformut birbaşa elətdiniz. aformut öz adımızdadır. Yəni maşın göz qabağındadır, heç bir problemi yoxdur. Yəni Xərc çəkmisiniz maşınınıza? yox, heç bir xərc çəkməmişik. Elə necə almısınız o vəziyyətdədir? Heç bir Mühərrik xərcə də ehtiyac 06-dır yoxdur. mı bunlarda? 06 mühərrikdir. Bəli. Necədir mühərrikin vəziyyəti? Super. Yağ azaltmadır, səsdir. Yağını yeni dəyişmişik, sığortası yenidir, texs motoru təzədir. Hər ikisi dünən dəyişmişik, eləmi? Texniki başı dünən elədik. Aformut öz adımızadır. Sığortası da yenidir. Sənədləri qaydasında Bəli, demək. hər şey öz Motor da qaydasında. deyirik yaxşıdır. Bəli, Korobkası necədir? Super. Atma, səs. Heç bir problemi yoxdur. Diferdə vəziyyət necə? Diferində cüzi səs var, onu da qiymətdə Xəstəlikdirmi, yoxsa sonradan artmaq bir səsdir? Yox. 07-lərdə adətən olur. Yeni ili təzə olan 07-lərin hamısında var. Yəni Dəyişmək sonradan lazımdır. Narahat ehtiyac eləyir yoxdur, səs. yəni cüzi bir səs var, o da yəni elə bir Aha. narahatçılıq yaratmır deyin. Qolda vəziyyət necədir? Çürüyü, pası, Heç bir çürüyü, pası, heç nəyə yoxdur. peredokun səs-küyü necə? Superdir perodoku. Təkərlər yaxşıdır, Təkərlər təzədir, bəli. təkərlər yaxşı. Maşınımızın dəyişilənləri hansılar idi? Maşının dəyişəni bir dənə bax bu krelində, qabaq krelində Sürücü sol tərəf. tərəfdən bəli, kusok dəyişən yeri var sol tərəfdə. Hətta tam dəyişməyibdir. Yox, palavinka dəyişib, kusok yanı yarıdan belə. Kosmetik işləri yoxdur maşınımızın? Kosmetik işləri yoxdur, yəni belə maşındır da, indi qara maşındır. Oradan buradan çıtaq cızıq, falan mızıq, olur, hə. çıtaq, mırtaq olur, amma yəni belə kosmetikiyə kraskalanıb deyim maşınınız. ehtiyacı yoxdur. Deyirəm əvvəl kraskalanıb maşınımız. Aynaları təmizdir elə bilirəm. Bəli, Əllə heç mi bir qalxır problem yan yox. aynalar? Yox, şeylədir, padium. Düymədir. Bəli. Şitin üstündə də bir də Heç bir çuxol problem var. yox. Elə bilirəm cüzi bir zədə görürəm. Yəni, Da, bir indi dənə bilmirəm. oradadır. Daha əlavələr varsa mən Yox, istəyirəm. yox, əlavə heç bir şey. Oturacaqlar yaxşıdır. Oturacaqlar Cırıq qaydasındadır. sökük yoxdur. Heç bir problem yoxdur. Kolonkaları hamısı işləyir. Magnetofonu, qəşəng magnetofonu var içində. Maşınımızın qiyməti neçədir? Maşını yəni bugünkü gün olaraq 7200-ə deyirik. Yəni istəyən olsa o diferi nəzərə alıb qiymətdə 6-5-ə vermək olar. Yox, 6-5-ə yox. Hansı rayondasınız? Tərtərdə mi? 8-ə razılaşma olar. Tərtərdə Bəli, dedik də. bəli. Hal-hazırda Maşınımızı orada görə bilərlər. Bəli. kim Əlaqə istəsə- nömrənizi də deyin də. Əlaqə nömrəsi 050 558 43 53. Allah xeyir versin. Çox sağ olun, var olun. Allah Sağ olun, köməyiniz sağ olun. olsun. Qardaş Allah xeyir versin. Allah köməyiniz olsun. 07 maşınınızı satırsınız. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? Əla, ideal 07-də 107-yə nə lazımdırsa, Hamımız tərifləyirik də. hamısı bunda var. Hamımız deyirəm tərifləyirik də maşınımızı. Hə, yəni təriflənəsi vəziyyət deyil, yəni olandır, göz qabağındadır hər şey. İli neçədir maşının? 2010-dur ili, nə bilim, bez detal maşındır, kraskalanıb prosto. Nə vaxtdan sizindir? 2-3 aydır məndə təzə almışam. Satış üçünmü, yoxsa işlətməyə almışdınız? Yox, xoşunuz elə öz gəlmədi? marağıma almışdım, prosto pul ehtiyacdır deyə indi satıram. Lap yaxşı. Mühərrik 06-dır. Bəli, 06 injektor motor. Necədir mühərrikin vəziyyəti? Qəşəng əla vəziyyətdədir. Yəqin ki, yığılmış olar da.
Yəqin xəbərin yığılmış yoxdur. olar, yəni mənim xəbərim yoxdur, onun yığılıb yığılmaması. Hazırda vəziyyət yaxşıdır, yağ Hazırda azaltması, vəziyyəti səsi. əladır. Təzə yağını dəyişdirmişəm. Motorun, karovkanın, difirin, bütün də yağını dəyişdirmişəm. Korobkanın da təzə. yağını dəyişdirmisən. Hə, hər şey. Qəşəng. Nə bilim. Korobkanın vəziyyəti necədir? Atması yoxdur ki. Yox. 5 karovka. Diferdə səs var? Yox, heç zət yox. Pol necə? Pol gül kimidir. Çürük, pas. Heç bir şey Ümumiyyətcə yox. olmayıbdı. Yox, heç nə olmayıbdı. Danqrat yerlər salamat. 4-ü də salamatdır. 2 dənə podyomnikdir. Qabaq şüşələrin podyomnikdən qalxmasıdır. Salon səliqəli vəziyyətdədir. Aliqantar damdır. Peredokda səs-küy yoxdur. Peredok təzə yığılıbdır. Səs-küyü yoxdur. Təkərlər yaxşıdır elə bilirəm. Təkərlərin 4-ü də təzədir, bığ üstündədir. Deyirsən dəyişiləni yoxdur. Dəyişəni yoxdur. Kraskalanıbdır. Kosmetik işi var Kosmetik işi 2 dənə detalında var. Yəni o da istəsə gördürə bilər də alan adam, istəməsə də belə də sürə bilər. Yəni heç bir xərc tələb eləmir. Aynalar təmizdirə bilirəm, beləmi? Hə, hər şey. Şitin üstünə çikol çəkmisiniz. Hə, özüm çəkmişəm onu. Altı necədir? Şitdə bir 2 dənə elə belə çatdaq var idi, ona görə çəkmişəm. Hətta çikollar da xüsusi olaraq yığılıb, eləmi? Hə, maşının öz nömrəsi iləndir. Hə, maşınımız normaldır maşındır. Deyirsiniz ki, podyomnik var. Hə, əladır, yəni söz ola bilməz. Aparatura sistemi necə? Aparatura sistemi də var. 50-50 matifondur. Bahalı bir sistemdir, yəni onu Bəli, demək bahalıdır. Ayaqaltı fərqli işıqlardır. Ev ayaqaltılardır, nə bilim. Maşınımızın dəyəri neçə? Dəyəri 7500-dür. Alan real alıcıya biraz endirim eləyəcəm də. 6-8 təklif gəlsə nə deyək? Yox, veriblər 6-9 verməmişəm. Son fikrim 7-dir. Maşınımız hardadır? Bərdədir. Telefon nömrənizi deyin. 050 960 66 96. Allah xeyir versin. Allah köməyin olsun. Siz də sağ olun. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. Sağ ol, Allah razı olsun. 09 maşın, eləmi? Bəli. Satırsınız. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? 09 yaxşı maşındır. Motor, karovka idealdır, yığılıbdır. Cənə zubor kraska olunubdur maşın. Belə yağ yemək. İl neçə idi bunun? 94 idi. 94-ün maşını. 94 idi. Yaxşı maşındır. Qardaşa məsləhətli maşındır. Çoxdan işlədirsiniz? 7 ildir bizdədir maşın. 7 ildir maşın bizdədir. Aformutda yəqin ki. Öz adımızdadır maşın. Hə, gözəl. Yaxşı maşındır. Maşınımızın mühərrikində vəziyyət necədir? Yaxşıdır. Yağ yeməyi yoxdur. 1.5 olur da bunlar mühərrik 1.5 yoxsa? 1.5 də. Yağ azaltması, səsi? Yox, heç bir şey yoxdur. Nə vaxt yığılıbdı mühərrik? Motor bir aydır yığılan. 1 ayda yığılıb. 1 ayda. Hə, onda yaxşı olar yəqin. 1 ayda yığılan. Korobkası necədir? Karovkası əla, atmır. Yaxşıdır. Səsi yox. Yox, küyü yox, səsi yox, uğultusu yox. Peredokta vəziyyət? Peredokta əla. Qranatlarda səs yox. Yaxşıdır. Ekranda necə? Ekranda cüzü biraz iş gedibdi. Salamatdır. Elə udar yoxdur ekranda. Problem yaratmır. Yox, problemli maşın deyil. Maşınımızın təkərləri də ki, İdealdır. Qabaqlar yaxşıdır, arxalar cüzü biraz zəifdir. Zəifliyib. Altı necə? Altı qəşəngdir, çürük yoxdur. Pas. Yox. Olanlar da çıxıb yəqin. Ha, olanlar da çıxıb da. Maşın zubor kraskalanıb. Qəşəng. Ha, cızığımız var. Dəyişənlərini də deyin. Dəyişənin bir dənə kapotdur. Krellər hamısı özününki. Ha, özünki də, özünki maşındır. Kosmetik işdə yoxdur elə Yoxdur, yox. Ön alın şüşəsində çıtdaqlar var. Çıtdaqlar var. Mən 3 dənəsini görürəm. Hə, elə 2 dənə. 4, yox, bax Bir burada var. buradadır, bir də orada, bir də orada da. Yuxarıda da nəsə ləkə görürəm, bilmədim nədir. Belə ancaq udarlı maşın deyil, yaxşı maşındır. Qardaşım məşhur. Normaldır. Normaldır da. Oturacaqlar necədir? Yaxşıdır. Cırıq sökük yoxdur ki. Yoxdur, yox, idealdır. Qiyməti də Qiymətdə 4-5-ə deyirik. 4500-ə deyirsiniz. 4000 verən olsa nə deyək? Verərik. Hansı rayondadır? Qax rayonu Tasmalı kəndində. Qaxa gəlsə yəqin göstərə bilərsiniz. Əlaqə nömrəniz? 077 507 73 17. Allah bazar versin qardaşım. Sağ ol, Allah razı olsun. Siz də sağ olun.